Gelin. السلام عليكم يا شباب في سبيل الله. السلام عليكم يا أهل الدار قوم المؤمنين. إن شاء الله أسأل الله لنا بركاته. قل هو الله أحد الله رحمه. Aleyküm ya şuhada fi sebilillah. Esselamu aleyküm ya ahiddâr kavmin mu'minin. Fatiha. Elhamdülillah Rabbil alemin. İhtinas sıratı müstakim sıratı lezine ربك رب العزة عما يصفون وسلام على المرسلين الفاتحة. الصلاة والسلام على سيدنا ونبينا وتبدل قلوبنا وشفي ذنوبنا أبا القاسم محمد سلم واعف عنا واغفر لنا وارحمنا مولانا فانصرنا على القوم الكافرين. اللهم نور قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بذات القرآن. اللهم شرفنا بشرافة القرآن. اللهم ادخل الجنة بشفاعة القرآن. اللهم بلغ ثواب ما قرانا. صالح بينهم المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصوصا لهم شهداء في سبيل الله. Hörmətli şəhid anaları, hörmətli qonaqlar, qonaq yoxdur, hamı bir qazanın adamdır. Hörmətli ziyarətçilər, hər birinizi xoş gördük. Allah Teala hər birinizə gözəl günlər qismət eləsin. Eləcə də bu şəhid bağlarımızın atasının anasına. Allah Teala bütün şəhidlərimizə qan rəhmət eləsin. Onların yerləri cənnətdə olsun ya Rabbim və Resulallah. Bugün izdihamdır. Bugün Elvin balamızın timsalında sizden bir xahişim var, həmişəki xahişdir. Bir xahişim var sizden. Elvin balamızın timsalında ve eləcə Ağacan balamızın timsalında bütün şəhidlərin xatirəsini yad edək, sonra tədbirimizi devam etdirək. Çok sağ olun, teşekkür ederim. Hörmətli ziyarətçilərdən xahişim var. Təzə gələn qardaşlar, təzə gələnlər bilmirlər, köhnələr bilirlər. Burada sigaret çəkmək olmur. Bir də səs olmasın, xahiş edirəm. Nəfsinizi çəkirsiniz, düşürək ekrana. Hörmət eləyək. Hörmətli şəhidlərimizə, hörmətli şəhid bağlarımıza. Geçən səfərdə biraz dağınıq olduk. Mənə nöqsan tutdular onu. Xahiş edirəm, bir yerdə olaq, birli olaq, sözümüzü deyək. Hər birinizə təşəkkür ederim, hörmətli şəhid ataları, əziz şəhid anaları. Bu günləri Elvin balamızın ve eləcə də Ağacan balamızın anım günüdür. İki anım günümüz var bu günləri. Mən dedim sözümü, qoy elə xalq da bilsin. Dedim Zakirə ki, dedi özüm bilin. Haram məsləhətdir, orada da eləyək. Bir haldaki ikidir, orada eləyək, sonra keçə bilənin baş üstə. Bugün Elvin balamızın döşündük. Elvin balamızı qutarıb keçəcək Ağacan balamıza inşallah. Qonaqlarımız var. Allah Teala bu gələn qonaqlarını hər birinin işini avand eləsin. Hörmətli cemaat, əziz iştirakçılar, bugün gözəl gündür. Beni bu yaxında Qobustan rayonunun Nabur kəndinə çağırmışdılar, xahiş eləmişdi. Abbas balamızın anası ki, burada olmağın bizim için şərəfdir və burada çıxış eləmək üçün bizim cübcət getdim. Çox gözəl təşkilatçılıq idi. Mən təşkil elə bilmərəm, tərifləyə bilmərəm. Bizimkindən Allah'a şükür, dünyada Azərbaycandan gözəli yoxdur. Allah hər birinizə şahtlıq qismət eləsin. Allah Teala hər birinizi xoşbaxt eləsin, hörmətli şəhid ataları, əziz şəhid anaları. Xahiş edirəm, sakit olaq, işimizi görək, gözəl davam etdirək. Bu tədbirdən çıxıb keçə
o biri tədbirə. Beləliklə, hörmətli Elvin bala, bugün sənin anım günüdür, anım günündür. Bu anım günündə bu izdihamdır. Bu anım günündə bu xoşbaxtlıqdır, sizin xoşbaxtlığınızdır. Siz bu xalqı xoşbaxt günə çıxarmısınız ki, bugün xalq sizin qarşınızda xoşbaxt yanıb. Hörmətli cəmaət, əziz qonaqlar, bu günləri rayonumuza bu tədbirə təşrif buyuran qonaqlarımız var. Bunları mən sizə qeyd edeyim, deyim bir-bir. Sonra tədbirimizi davam etdirəcəm inşallah. Mənim sağımda hörmətli Hacı Mərhəmət, solumda Bakı Hərbi Komissarının şöbə müdürü hörmətli İlham müəllim buradadır. Şamaxı rayon Hərbi Komissarı hörmətli Anar müəllim buradadır. Bu dəstələr də buradadır. Bütün dəstələr heyət buradadır. Və eləcə də müəllimə qonağımız da buradadır. Öbürü müəllimə qonağımız da buradadır. Hər birinə təşəkkür edirəm. Hər bir hansı yadımdan çıxırsa bağışlasın. Elə bir ki, bura gəlmirsinizsə, hamımızın adı çəkilib. Hər birinə təşəkkür edirəm. Hörmətli Səxavət qardaş, 6-cı ildir sizin döşünüzdəyəm, sizin aranızdayım, sizin qarşınızdayım. Hələ bir kəlmə danışmamısan. Hə, bir neçə kəlmə, bax bu gələn qonaqlara. Bir neçə, mən olsa danışacağım. Herkesi mən də salamlayıram. Sağ olun, Allah köməyiniz olsun. Sizin qarşısında Allah Taala sizə uzun ömür, can sağlığı verir. Təşəkkür edirəm. Həmçinin axundumuza, Təşəkkür bizim edirəm. rayonumuzun axunduna, Təşəkkür edirəm. bizim Müdafiə Nazirliyimizin qonaqlarına, hamısına, hər birinizə minnətdarım. Şəhid atalar, şəhid analar, hamımıza minnətdarım. Təşəkkür edirəm. Çox sağ olun. Bahar xanım buyur. Elvin balamın sağındasan. Mən də hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Uzaqdan, yaxından gələn qonaqların hamısını salamlayıram. Müdafiə Nazirindən, hərbi hissədən, Məllat Saylı Məktəbindən Bakıda. Bütün şəhid analarım, mənim dəyərli Bakıdan gələn qonaqlarım, rayondan gələn şəhid analarım. Hər birinizin qarşısında bir şəhid anası olaraq, şəhidin qabağında baş əylə. Allah hamımızdan razı olsun. Şəhid balalarımızın məkanı cənnət olsun. Amin. Bugünkü gün Elvinlə Ağacan balamızın da məqamı uca olsun. Amin. Onların timsalında cəm şəhidlərimizin yeri Amin. cənnət olsun. Amma bir şey yaddan çıxarmaq ki, Bahar xanım, onun da anasısan. Yox, ikimiz də buradayıq. Yaxşı bir deyirəm. Mən bilirəm nə deyirəm də. Hə. Hörmətli cəmaət, hörmətlərim dedim. Hardan qonağımız, bir də qonaq məktəb gəlib bura. Bakı şəhərinin məktəbi buradadır. Elvinin məktəbi. Elvinin məktəbi gəlib bura. Onun şöbə müdürü gəlib bura. Onlarla hər birinə onların təşəkkür edirəm. Onların hər birinə uzun ömür, can sağlığı arz edirəm. Hörmətli Elvin balam, sənin qarşında dedim, Axundan başladım, getdim Bakıya çıxdım. İndi də qarşında Şamaxı rayon ağsaqqalı, hər birinizin hörmətçisi olan Ağaca müəllimdir. Hörmətli cəmaət, bu günləri xoş gündür. Bu günləri saf gündür. Həmişə saf gündür. Bu gün saf gündür. Ağacan balamızdan, Elvin balamızın bu günləri ad günüdür, anım günüdür. Az gündə seçilmiş olan ad günlərin. Anım günüdür. Allah Teala bunların yerini cənnətdə eləsin. Bunların sayəsində biz hər bir işi görürük. Bunların sayəsində biz, bax, qarşıdakı ağsaqqalımız gurullayır. Nəyin sayəsində? Bu bağlarımızın sayəsində. Ali Baş Komandan İlham Əliyev cənablarının sayəsində. Hörmətli cəmaət, Mehriban xanımın sayəsində. Hər birinin Allah Teala canını salamat eləsin. Prezidentimiz Allah canını salamat eləsin. Mehriban xanımın Allah işləman eləsin. Hörmətli cəmaət, bir şey xahiş edirəm sizdən, hörmətli şəhid anaları, əziz şəhid ataları. Bugün qonaqlarımız çoxdur. Mən yolu gücü qonaqlara verəcəyəm. Allah Teala sizin hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm. Hər biriniz mənimsiniz. Hər birinizin döşündəyəm inşallah. İlk söz hörmətli müəllimə verirəm, İlham müəllimə. Hörmətli cəmaət, əziz qardaşlar, bacılar. Bugün iki şəhid qardaşımızın anım günüdür. Allah öz adından və cənab bizim Səfərbərli və Hərbi Xidmətə Çağırış İcra Dövlət Xidmətinin rəhbər adından, Mürsəl İbrahim adından Allah rəhmət deyirəm. Başımız sağ olsun deyirəm. Bu Elvinlə Ağacan nəinki Şamaxının, bütün Azərbaycanın balalarıdır təbii ki. Belə bir söz var. Su tökülər torpağa, palçıq olar, qan tökülər torpağa, vətən olar. Bugün bu cür qəhrəman qardaşlarımız var idi. Bugün də var təbii ki. Bizim onlar həmişə ürəyimizdə yaşayacaqlar. Ona görə bugün vətən var. Bugün bu cür qəhrəman qardaşlarımız bizim üzərimizdə olan 30 illik töhməti üzərimizdən götürüblər. Allah rəhmət eləsin hər iki qardaşımıza. Bütün burada
iştirak edir. dəfn olanlar olunan şəhidlərimizə vətən sağ olsun. Təşəkkür edirəm. Çox sağ olun. Qolluğun düzgün halal çıxışınız üçün təşəkkür edirəm. Hörmətli cəmaət. Məndən söz bura gələn yoxdur. Bu məndən də tez gəlmişdir. Balakəndən qolağımız var. Yəni bu defa mənim yanımdadır. Allah Teala onun da işinə van eləsin. Hər birini Allah işinə van eləsin. Şəhid atası. Zakir müəllim buyur. Zakir mən birəm bağışlayın. Rıza müəllim. Bugün şəhidlərimizdən ikisini, Erbilin və Ağacanın alındı. Bəli, 4 günlük müharibədə bizim Gürcü şəhidimiz oldu. Hamının bildiyi kimi müharibə başlayanda bu Şamaxı komissarlığının qabağında, mədəniyyətinin qabağında yüzlərlə, minlərlə könüllü getmək istəyən oğlanlar oldu. Bax, həmin könüllülərdən biri də bizim Elvin oldu. Mən şəhid atası kimi gələn qonaqlara minnətdarlığımı bildirirəm ki, Azərbaycanın müxtəlif bölgələrindən bizim şəhidlərimizin alın gündə təşrif edir. Allah onların da şəhidlərinə rəhmət etsin. Bəli, müharibə 44 günlük müharibə 44 gün çəkdi. Azərbaycan torpaqlarının əksəriyyəti azad olundu və noyabrın 8-də ermənilər təslim olmaq haqqında kapitulyasiya imzaladılar. Və nəhayəti 2023-cü ildə 19 sentyabrda antiterror əməliyyatı başladı. Azərbaycanın Xankəndi daxil olmaqla digər əraziləri işğaldan azad olundu. O günü bizim bayramımız suverenlik bayramı kimi qeyd olundu. Nəhayəti 25-ci ildə Amerika Birləşmiş Ştatlarında bir görüş oldu. Orada avqustun 8-də ermənilərin razılığı alındı ki, sülh müqaviləsi bağlansın. Mən arzu edirəm ki, doğrudan da sülh müqaviləsi olsun, bir daha bizim gəzilərimiz müharibədə iştirak eləməsin, bizim şəhidlərimiz olmasın. Amin. Şəhidlər bizim qürurumuzdur. Bax, dünənlər Azərbaycan televiziyasında verilirdi ki, Cəbrayılın Harovlu kəndinə 47 ailə, 123 insan qayıtdı. Eyni zamanda Xocalıya 27 ailə, 43 insan qayıtdı. Bəli, o qayıdan insanlar bu şəhərlərə borçludur. Nəinki insanlar? Dağılmış şəhərlər, kəndlər bərpa olunur. Dağılmış, xaraba qalmış torpaqlarımıza su çəkilir, ağaclar əkilir. Hətta o təbiət, o torpaq da şəhərlərə borçludur. Və ona görə də Azərbaycan xalqı öz şəhərlərindən fəxr edir. Allah bizim qəhrəman şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirəm. Şəhid atası Ceyhun müəllim buyur. Buyur. Çok sağ olun, çok sağ olun. Ben de tüm təbii iştirakçılarını salamlayıram. Rəsmlərimizi, uzaqdan yaxından gələn qonaqlarımızı, şəhid ataların, anaların. Bunları bilirsiniz ki, Elvin balamızın şəhadəti ucaldığı gündür. Həm də Ağacan balamızın hər iki ailə Allahdan başsağlığı diləyirəm. Allah səbir versin. Çox sağ olsunlar ki, belə qəhrəman balalar böyüdülər. Allahlarımızın gördüyü işlər də hər kəsə məlumdur, göz qabağındadır. Yəni biz onlar haqqında çox danışa bilərik, saatlarla, günlərlə danışa bilərik. Allah balalarımızın ruhunu şad eləsin. Onlar günləri bütün yaxşı gördüyümüz işlər hamısı onların sayəsindədir. Onlar az yaşları ilə ağsaqqallarımıza, böyüklərimizə, kiçiklərimizə nümunə oldular. Həyatda necə yaşamaq lazımdır, onu göstərdilər. Kişilik məktəb oldular həqiqətən də. Bizim bu balalarımızı təbliğ eləməkdən ötürü müəllimlərimizdən mən çox rica edirəm ki, məktəblərdə bizim balalarımızı şagirdlərinə, tələbələrinə, bizim gələcəyimizin onlar varisidirlər. O balalarımıza bizim balalarımızın tarixçəsindən az da olsa başa salsınlar. Bəzən mən tələbələrimizdən, şagirdlərimizdən, şəhidlərimizi soruşuram, tanımırlar. Xahiş edirəm bütün direktorlardan, məktəb direktorlardan, müəllimlərdən, yəni rəsmilərdən, yəni bunu məktəbdə balalarımıza aşılamaq lazımdır ki, gələcək nəsil bizim bu balalarımızın qoyub bizə əmanət getdiyi torpağı, namusu, qiriyyəti qoruyub saxlaya bilsinlər. Bura gələn hər kəsdən Allah razı olsun. Heç kimə Allah Teala
evladla sınava çəkməsin. Evlad acısı, ağrısı çox çətindir. Kimə desən balığı ver, verməz. Gözün verər, balasını verməz. Yəni bizim balamız bu, balalarımız həqiqətən də qəhrəmancasına düşünmədən canlarından keçdilər bu xalqdan, torpaqdan ötürü. Qədir bilən insanlarımızdan Allah razı olsun. Şəhid sevər xalqımızdan Allah razı olsun. Allah bir də ölkəmizə müharibə qismət eləməsin. Yəni analar göz yaşlı qalmasın. Allah qazilərimizə şəfa versin. Veteran indi hal-hazırda veteranlarımızın da Allah canı sağ eləsin ki, getdilər, döyüşdülər, əziyyət çəkdilər. Mən də döyüşmüşəm 1-ci Qarabağda. Sübhan qardaşımızla Zöhrə balamızın atası 1-ci Qarabağda döyüşmüşük. Bizə qismət olmadı, şəhidlik balalarımıza qismət oldu. Yəni də bu günümüzə şükür olsun. Onu bizə verən Allah idi. Gözəl şəkildə də Allah o şəhid balalarımızı bizdən aldı, apardı. Həqiqətən də gözəl şəkildə. Və mən Allahdan razıyam. Onun bizə bu günləri bəxş elədi. Hər şeyə görə Allaha şükürlər olsun. Qalan balalarımızın Allah xeyrini versin. Bura gələn insanlar da balaların xeyrini görsünlər. Allah əskərlərimizi qorusun. Əskərlərimiz hal-hazırda səngərdədir. Dövlətimizi, xalqımızı qoruyurlar. Allah bayrağımızı, üstlədiyi bayrağımızı həmişə ucalarda dalğalandırsın. Çox sağ olun. Təşəkkür edirəm. Allah səbir versin. Bahar bacı, safa versin. Allah səbrinizi versin. Çox sağ olun. Qalan balalarınızın xeyrini görəsin inşallah. Təşəkkür edirəm. Hörmətli cəmaət, mənim həmişə amalımdır ki, təmiz edirlər. Bugün Bakı şəhər 44 saylı məktəbin Vəfa xanım buradadır. 56 saylı məktəbin müəlliməsi və eyni zamanda şöbə müdiri belə deyək buradadır. Elvin balamız da həmin məktəbdə dərs alıb. O buradadır. Buradaykən ondan istifadə edib sözünə verirəm. Buyurun. Hörmətli Səxavət müəllim, hörmətli Baxan xanım, hörmətli şəhid ata və anaları, hörmətli təşkilatçılar və qonaqlar, hər birinizi məktəbimizin kollektivi adından salamlayırıq. Bugün burada danışmaq çox kədərlidir. Çünki Elvini nə qədər ki ata-anası tanıyır, biz də o qədər ona yaxınıq, gözümüzün qarşısında böyüyüb. Çevik, cəsur, mühafizəkar. Elvin indi qəhrəman olub. Həqiqətən də o xarakterinə uyğun Elvin öz şücaətini göstərdi. Bu çox kədərlidir ki, gənc balalar artıq həyatda yoxdular, canlarını qurban verdilər. Amma qürurludur ki, həmin mühafizəkar Elvin artıq burada dövlətini müdafiə elədi və öz şücaəti ilə göstərdi ki, anadan, candan şirin olan vətən varmış və bizə qoyan əmanət olan vətəni biz də qoruyub saxlamalıyıq, gələcək nəsillərə ötürməliyik. Elvin bunu öz qəhrəmanlığı ilə sübut elədi. Onun öz sözü ilə desək, yəqin ki, onun görüntülərində də bunu görmüsünüz. Elvin orada dedi ki, mən heç kimdən nə artıqam, nə də əskik. Mən də hamı kimi gedəcəm döyüşə, vətənimi xilas edəcəm. Yəni Elvin kimi, ucur ağacan kimi bütün şəhid balalar, hər biri onlar dünyaya, tarixə tanıtdılar özlərini. Heç bir zaman, heç bir dövlətdə belə bir 44 gündə 30 il işğal altında qalan torpaq azad olmamışdı. Onu Elvinlər xilas elədi. Elvin adını hamı bir ömrə borçludur. Hamımız yaşayırıq. Ağacan balamız, Elvin balamızın hansı ki adını çəkirik, onların bugün anım günüdür. Bütün şəhid balalarımız hər biri canlarını qurban verməklə onlar sübut etdilər ki, bir Azərbaycan var, bu torpaq var və bu torpağı müəllimin dediyi kimi indi dünyada tayı bərabəri olmayan belə gözəl, yeni salan şəhərləri var. Biz bu qüdrətə malikik və bu qüdrətin başında duran bizim dövlət başçımız İlham Əliyevin ətrafında sıx birləşməyi də tərbiyə etdi. Biz bütün uşaqlara deyirik ki, görürsünüz, o uşaqlar təhsil aldılar, valideynlərini dinlədilər, amma valideynlərin də üstün vətənin başçısı olan bir başkomandanın olduğuna onlar tabi oldular. Onun əmrinə tabi oldular və vətəni xilas etdilər. Biz ömür boyunca bütün şəhid ata və analarına Səxavət müəllim sizin qarşınızda baş əyirik və hər zaman sizə minnətdarıq. Var olasınız. Allah ömür versin. Çox sağ olun. Təşəkkür edirəm müəllimə. Olğun düzgün halal çıxışınız üçün təşəkkür edirəm. Padişah xanım buyur. Şəhid anası.
hörmətli tədbir iştirakçıları, hörmətli şəhid anaları, şəhid ataları, hörmətli axundumuz, Cəlal müəllim, Kamsardan, Bakıdan gələnlər, Şamaxıdan gələnlər, hər birinizi salamlayıram. Allah sizlərdən razı olsun ki, bugünkü gün bizləri tək qoymursunuz bu 5 ildə. Allah Hacı Mərhəmət qardaşımın da balasının işinə vand eləsin. Allah ağsaqqalımızı da əskik eləməsin Təşəkkür edirəm. ki, bizləri tək qoymurlar. Təşəkkür Heç edirəm. bir vaxt. Həmişə yanımızda olurlar. Çox sağ olun. Səxavət qardaş, Bahar bacı, Zakir qardaş, Aybəniz bacı, balalarımıza canımız qurban. Biz bacıyız, balalarımıza qurban. Bütün şəhidlərə qurban. Bugün aramızda olmayan Xətçə bacımın da yeri cənnət olsun. Amin. Mən həqqi danışa bilmirəm, qəhərlənirəm, boğuluram. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Yox, yox. Təşəkkür edirəm. Onun oğlunun adı nədir? Elvin. Hörmətli Fasilə xanım çox gözəl qeyd elədi. Hörmətli cəmaət, sizdən istifadə edirəm. İstifadə eləmirəm. Mən sizin ağsaqqalda həmişə yanımdasınız. İstifadə onda olar ki, təsadüf həmişə. Elvin balamızın anasının bugün 7-sidir. Hər birinizə xahişim olsun ki, hər biriniz Allah rəhmət eləsin deyin. Təşəkkür edirəm hər birinizə. İmran müəllim buyur, şəhid atası. Hörmətli ziyarətçilər, hörmətli tədbir iştirakçıları, mən də hər birinizi salamlayıram. Məndən öncə çıxış edən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bugün bizə aydındır ki, iki qəhrəman şəhid balamızın anım günüdür. Elvin balamız və Ağacan balamız. Allah hər ikisinin məkanı cənnət eləsin. Mən də valideynlərinə bol-bol gözümü arzulayıram. Səxavət qardaşıma, xanımla, Zakir qardaşıma, xanımla Allah hər birimizə bol gözünü versin. Bəli, biz artıq 5 ildir gözəl məkanlardayıq. Mən bəli, bugün hər bir bölgədən belə görürüz ki, nümayəndələr var. Allah hər birinizdən razı olsun. Dövlət adamları, şəhid sevən insanlar, Allah hər birinizə can sağlığı versin. Allah bütün şəhid evlatlarımıza məkanın cənnət eləsin. Allah dövlətimizi qorusun. Amin. Allah Ali Baş Komandanımıza can sağlığı versin ki, bu dövlət idarə olunsun. Xalq, millət əziyyət çəkmədən gözəl güzaranla davam eləsin. Bəli, bu şəhid balalarımız şirin canlar keçdi bu 44 günlük müharibədə və 90-dan üzü bəli, şərt 44 günlüdür. İşlərin hər biri bizim baş tacımızdır, qürur yerimizdir. Bizim bu igid balalarımız 90-cı ildə başlayan müharibənin qisaslarını aldı, əmlərinin, dayıların qisasını aldı. Allah hər birinin məkanını cənnət eləsin. Allah ordumuzu qorusun. Amin. Və burada Ağsaqqala, Hacıya, hər bir kəsə. Təşəkkür edirəm. Çox sağ olun. Bankomat işçilərinə, müəllimlərə, müəllimələrə, Allah hər birinizdən razı olsun. Təşəkkür edirəm. Ölənlərinizə Allah rəhmət eylesin. Çox sağ olun. Mənim qardaşım bacım, Səxavətlərə, Bahar bacı, Zakir qardaş, Aybəniz bacı, Allah hər birimizə bol gözün versin. Onun bağlarımızın məkanı cənnət. Amin. Allah hamımıza. Çox sağ olun İmran müəllim. Təşəkkür edirəm. Ölənlərinizə Allah min rəhmət eylesin. Hörmətli Nizami rayonunun icra hakimiyyətinin nümayəndəsi Talih müəllim buradadır. Buyursun. Çox sağ olun mənə də söz verdiyinizə görə. Mən Şamaxı cəmaatını salamlayıram. Əziz şəhid ailələrimi salamlayıram. Allah hər birinə səbir versin. Barına Allah sizə səbir versin. Bura Şamaxının qürur yeridir. Tarixi bir unudulmaz, həmişə qürur mənbəyimiz olan Şəhidlər Xiyabanı ziyarət edirik. Bugün Abbasov Elvinin anım günüdür. Allah ruhunu şad eləsin. Allah bütün şəhid ailələrinə səbir versin. Ruhları qarşısında baş əyirik. Allah rəhmət eləsin. Təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Qalib şəhid atası. Biraz cəld olun. Çox sağ olasınız. Təşəkkür edirəm. Bütün ziyarət iştirakçıları, gələn qonaqları, dəyərli şəhid valideynlərini hamısını salamlayıram. Bugün bildiyimiz kimi iki qəhrəman şəhidimizin anım günüdür. Elvin balamızla, Ağacan balamızın Allah hər ikisinə qəni-qəni rəhmət eləsin. Məkanları cənnət, məqamları uzaq olsun. Səxavət qardaş, Bahar bacı, Aybəniz bacı, Zakir qardaş, hər birinizə başsağlığı verirəm. Allah o qəhrəman güclü balalarımızın məkanını cənnət eləsin. Onların timsalında Allah cəm şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin.
Allah ordumuzu qorusun. Amin. Allah hal-hazırda xidmətdə olan əsgərlərimizi, zabitlərimizi qorusun. Bu üçrəngli bayrağımız daima ucalarda dalgalansın inşallah. Çox sağ olun. Teşekkür ederim. Natik müəllim buyur göylerden. Şehit atası. Buyur. Salamünaleyküm. Aleyküm Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Elvin balamıza, Ağacan balamızın bugünkü anım günündür. Onlar dövlətimizə, millətimizə zəfər gətiriblər. Zəfər üzlü şəhidlərdir. Bunlar ərazimizin bütövlüyü uğrunda canlarını fəda eləmiş qəhrəman balalardan biriləridir. Allah onlardan dönə-dönə razı olsun. Cəmi şəhidlərimizdən razı olsun. Teşekkür ederim. Çok sağ olun. Şehit atası Süphan buyur. Ağzımda deyirəm dərəm. Ha, Zərər yox. yok, zarar yok. Dedin Allah selamet Aman etsin. edirə ayrı söylədim. Selamet olsun. Süphan. Hər vaxtınız xeyir olsun. Albatın xeyir. Allah ziyarətini qəbul etsin. Bu şəhid bağlarımızın aldığı torpaqlarda gedib hamı gəzirdi. Bir məndən başqa hamı gedib. 98 getmişim. Bunların sayəsində gedib orada gəzirlər. Orada üçərli bayrağımızın dalğalanmasının əsas səbəbkarı bu şəhidlərdir, qazilərdir, veteranlardır. Bu torpağı qoruyan oğlanlardır. Bunları heç vaxt unutmaq olmaz. Bu torpaq Azərbaycan ölkəsi, demokratik ölkədirsə, suveren bir ölkədirsə, onun şəhidi də olacaq. Dünən də olub, bugün də olacaq, sabah da olacaq. Amma dövlət güclü olsa, şəhidimiz az olur. Allah yerlərini cənnət eləsin. Bunlar tarix yazdılar. Bunların orada çəkdiyi əziyyət, əzab, orada o qədər qürurla döyüşməkləri, hətta canlarını tapışanda belə gülər üzlə şəhidlərimiz dünyasını dəyişirlər. Dildə danışmaq belə adama hassas gəlir, amma orada döyüşən oğlanlar bilir. Mən köhnə döyüşçü kimi azdan küçədən döyüşmüşəm. Müharibə elə belə bir tədbirdə danışılası kimi, bir küçədə gəzəsi bir iş deyil, bir məclisə toyda danışılası bir iş deyil. Orada hamı canla başla ölümə gözü baxa-baxa Müslüman oğlanlardır orada. Ölümə dik baxan oğlanlar, şəhid olanlarımız da, olmayanlarımız da. Bunu kinolarda görəndə adam həyəcan keçirir, onda qalmış o torpaqlarda olsun. O torpaqları alan bu oğlanlardır. Dövlətimizin silahlı sürhası şükür var. Amma əsas bunu torpaq alan ordumuzdur. Bizim qeyrət papağımızı başımıza qoyan məhz Elvin kimi, Ağacan kimi bizim şəhidlərimizdir. Şəhidin fərqi yoxdur, 90-ın, 95-in və yaxud 80-cı şəhidlər. Bu torpaqdan ötürü canım verən hər bir şəhidə bütün şəhid ataları qurban. Allah onların yerini cənnət eləsin. Onlar bizim qürur yerimizdir, onlar bizim dayaq nöqtəmizdir, and yerimizdir. Allah yerlərini cənnət eləsin, valideynlərinə səbr versin. Bizlərə şəhidlik nəsib olmadı. Heç olmasa balalarımıza layıqlı bir ömür sürək, bu dünyamızı dəyişək. Allah ordumuzu qorusun. Ordumuz yurdumuzu qorusun. Bizim hamımızın başta şəhid valideynlər olmaqla şəhidlərimizə borcumuz var. Allah yerlərini cənnət eləsin. Çok sağ olun. Teşekkür ederim. Hürmetli cemaat. Bu yakınlarda ben Göylerken, biz hamımız Göylerken'deydik. Her defa olur Göylerken'de izdihamlar olur. Bak bundan bu formada izdihamlar olur her yerde. Aynı zamanda Göyler'de. Şahmurat balamızın anım günündeydik. Çok sağ olsun benim karşımda duran bu kardeşimiz, balamız. Bunun zahmetine göre Allah bunun canını salamat eləsin. Elə çəkmiş ki, dünyanın hər yerindən inanmış ki, həmişə elə o göylər, şəhidlər xəbandan mənə zəynlər gəlir. Dünyanın hər yerinə mənə zəng gəlmişdir. Elə götürmüşdü ki, amma bir xahiş edim sizdən ki, sakit olaq. Hörmətli cəmaat. Bax ki, Nizami rayonunun Yeni Azərbaycan Partiyasının mavini buradadır. Buyursun qardaşım. Salamlar, xoş gördük, dəyərli Şamaxalılar. Bugün Abbasov Elvin Səxavətoğlunun anım günü ilə bağlı burada toplaşmışıq. Allahdan şəhidimizə rəhmət diləyirəm, valideynlərinə can sağlığı, səbr arzulayıram. Həqiqətən də Elvin kimi qəhrəmanlarımız sayəsində bugün biz üzaq, alın açıq, başı dik gəzə bilirik. Yəni, illər keçsə də, necə ki 5 il keçir, biz neçə illər hələ də şəhidlərimizi yad eləyəcəyik, onların qarşısında daim borclu olacağıq. Və düşünürəm ki, Elvin kimi qəhrəmanlarımız öz canları ilə, qanları ilə zəfər tariximizi yazdılar və bundan sonra da xalqımızın zəfər ruhu inşallah ki, əbədi də olacaq. Mən bir daha valideynlərə can sağlığı, səbir arzulayıram. Şəhidimizə Allahdan rəhmət diləyirəm. Teşekkür ederim. Çok sağ olun. İkinci defa da biz sizinle görüşürük. Bizden bir yerde olmuşuz. Herkesi Bir dakika bağışlayın, ben tutarım sonra söz vereceğim size. Ona göre de bugün buradasınız. Şəhidlər Xiyabanındasınız. Elvin balamın, Ağacan balamın ziyaretindesiniz. Teşekkür ederim.
Mən sözü sizə verirəm, siz də təqdim edən bazıları. Mən hər kəsi salamlayıram. Həqiqətən Şamaxı Şəhidlər Xiyabanında ailələri ziyarət etməsəydi də Şamaxı Şəhidlər Xiyabanını dəfələrlə ziyarət etmişəm. Bahar ana, Ağacanımızın anası, sizə Allahdan səbir diləyirəm. Atalarımız sizə səbir diləyirəm. Bəli, bugün 44 günlük Haqq Savaşında Elvin kimi, Ağacan kimi igidlərimiz Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək İgid qəhrəman oğullarımız vətən torpaqlarını azad etdilər. Bugün ana qucağından isti bildi vətən torpağını, vətən oğulları. Vətən üçün canlarını fəda etdilər. Ölümün gözünə ölümsüz baxan qəhrəman oldular. Mən özümü də təqdim edim. Azərbaycan Yazıçılar Birliyinin üzvü 30 kitab müəllifi Raziyə Kamil qızı. Bahar ana mənə dəfələrlə zəng eləyir. Elə olur gecə saat 3-də, 4-də Elvin kimi nəsə istəyəndə deyirəm gözüm üstə. Bütün şəhidlərimizin ucalı ruhu qarşısında ehtiramla baş əyirəm və mənimlə birlikdə burada vətənpərvər xanımlar gəlib, hər ikisi şəhid aşiqidirlər. Hacı xanım, Kifayət xanım, Leyla xanım Rostov vilayətindən gəlib. Onların da şəhidimizin anasına hədiyyəsi var. Buyurun. Buyurun. Çıxırsınız elə sonra hədiyyəsi verək. Hər birinizi salamlayıram. Öncəliklə salam olsun ölümü ilə ölümsüzlüyə qovuşan şəhidlərimizə. Salam olsun bədən əzalarını şəhid vermiş qazilərimizə. Salam olsun bu şəhid övladları dünyaya gətirən analara və valideynlərinə. Ordumuzu, xalqımızı, dövlətimizi qoruyan əskər zabitlərimizə və vətənimizin keşiyində qürurla duran polislərimizə və hərbiçilərimizə hər birinizi salamlayıram. Allah hər birinizə can sağlığı versin ki, ölümü ilə ölümsüzlüyə qovuşan şəhidlərimizi unutmursunuz. Və bizim heç birimizin haqqımız yoxdur ki, şəhidləri unudaq. Şəhidlərin bir damcı tökülən qanını biz heç birdən heç bir haqqla ödəyə bilmərik. Allah Taala bu şəhidlərimizin məqamını daim yücəltsin etsin. Bugün iki şəhidimizin anım günüdür. Ağacan şəhidimizin və Elvin şəhidimizin. Mən Elvin şəhidimizin anası ilə artıq 5 ildir tanışam və Elvini yuxumda görüb tanış olmuşuq Bahar anayla. Allah bütün şəhidlərimizin məqamını etsin. Çox sağ olun. Biz də qürur duyuruq. Mən bir hərbiçi xanımı kimi, bir dövlət keşiyində duran bir qadın kimi qürur duyuram ki, mənim vətənimin 30 illiyinə məhz bu cür qəhrəman igid oğullar qovuşdurdu. Yarım olmuş Azərbaycanı bütöv etdilər. Bütün əskərlərə, zabitlərə dərin hörmətimi bildirirəm ki, mən sizlərlə hər bir zaman qürur duymuşam ki, vətənimizi qoruyursunuz. Bizim də Leyla xanımla bərabər şəhidimizin anasına, Bahar anamıza, şəhidimizin ev muzeyinə kiçik də olsa bir hədiyyəmiz var. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Təqdim eləyin. Leyla xanım, Leyla xanım da bir neçə Mən də sözünüzü bütün təqdim qurban insanlar, bütün şəhid anaların hamısı hər birini salamlayıram. Şəhid analarının qarşısında baş əyirəm, şəhid atalarının qarşısında baş əyirəm. Əllərinizdən öpürəm. Mən qürbət eldə yaşasam da, mən də şəhidlər bizim başımızın tacıdır. Onlarla qürur duyuram. Hər gələndə də özümə borc bilirəm. Birinci Şəhidlər Xiyabanını ziyarət edirəm. Bahar ana, siz olmasanız bir kərə Raziyə xanımla, sağ olsun Raziyə xanıma təşəkkür edirəm. Gəlib Şamaxı şəhidləri də ziyarət edib getmişik. Allah bütün şəhidlərin olsun. Allah sizdən də razı olsun. Allah şənli ordumuzu qorusun, xalqımızı qorusun. Üç rəngli bayrağımız həmişə üskəkdən dalğalansın. Azərbaycan bizim Ali Baş Komandan Azərbaycanı bütün dünyaya tanıtdı. Qızıl qələmlə tarixə yazdırdı. Rusiyada da olsa, biz qürbət eldə də olsa qürur duyuruq Azərbaycanımızla. Yaşasın Azərbaycan xalqımız. Oradan seçin, oradan verin. Ver oradan. Hədiyyəmizdir. Xanımlar mənim hədiyyəmdir sizə. Biz sizə sürpriz elədik, bildirmədik. Gəldiyimizdə dedik sürpriz. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə, sağ olun. Gözəl hədiyyədir, çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Nəcimə xanım, şəhid anası, buyur. Nəcimə xanım. Allah cəmi şəhidlərimizin Amin. yerini cənnət eləsin. Ana Səxavət qardaş, Bahar bacı, Zakir qardaş bacı. Allah sizə də hamımıza səbir versin, Aybəniz bacı. Allah ordumuzu qorusun, əsgərlərimizi qorusun. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah sizləri də var eləsin, ağsaqqallıqdan əski eləməsin. Çox sağ olun. Allah sənə də səbir versin. Təşəkkür edirəm. Nə varım bu boyda dünyanın qarşısındayım. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Şəhid atası. Bayram. Vahid müəllim biraz yaxın gəl, çox arada durmuşsan. Mən də bütün tədbir iştirakçılarını salamlayıram.
Allah köməyiniz olsun. Elbim balamızın, Ağacan balamızın timsalından Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Kendine hanım yakın gel. Ha, buyur buyur. Qutardım. Buyur. Gedim. Çok sağ ol, teşekkür ederim. Kendine müellime, şahit anası. Mən də hamını salamlayıram. Bugün ən əvvəl qeyd etmək istəyirəm ki, torpağımızın bütövlüyü uğrunda şəhid olan bütün oğulların şəkli artıq bizim şəhidlər xiyabanında var. Bunu görüb mən çox xoş olmuşam. Şəhidlərə biz nə qədər qiymət versək, nə qədər dəyər versək, bizim millətimiz, bizim xalqımız o qədər ölməz olur. O qədər qəhrəman olur. O qədər unudulmaz olur. Birinci şəhidlərimizin burada şəkilləri qoyulmasına görə əziyyəti olan, bu işdə iştirakı olan hamıya təşəkkür edirəm. Bu gün isə anım günləri olan həm Elvin balam, həm də Ağacan balam atasına, anasına səbr diləyirəm. Allah hər birinizin işin avand eləsin, ömrün uzun eləsin. Çox sağ olun. Çox sağ olun ki, bu şəhidlərimizə belə qiymət verirsiniz. Təşəkkür edirəm. Biz hər dəfə şəhidlərə verilən qiyməti görəndə qürurlanırıq, bu ilə yaşayırıq. Bu bizə mənəvi güc verir. Çok sağ olun. Allah hər birinizdən razı Amin. olsun. Bir dakika. Çarhan Kent Ziya nümayəndəsinin sədri buradadır. Buyur. Asım. Mən də bu gün öz növbəmdə bütün şəhid ailələrimi salamlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün Elvin qardaşımızın anım günə yaşmışıq. Allah Elvin qardaşımızın bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə səbir diləyirəm. Allah rəhmət eləsin. Çok sağ ol, teşekkür ederim. Ben qeyd edim bu adamı. Tahir kardeş. Tezcan buradadır. Çok sağ olsun. Buyur. Salamlayıram hər kəsi. Çox sağ olun ki, bugün Səxavət ata ilə Bahar ananı tək qoymadı. Mən özüm də Balakəndən bura oğlum Elbinin xatirəsini yad etmək üçün gəldim. Yoldaşımla birgə. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Düzdür deyirlər, vətən sərhəddən başlayır. Hər yerin sərhəddi var. Amma bizim ağrı acımızın sərhəddi yoxdur. Bizim ağrı acımız özümüz də qəbrə qədər gedəcəkdir. Nə qədər biz varıq, biz balalarımızı yaşatmaq üçün. Qoy Allah onların ruhunu şad, məqamlarını uca eləsin. Amin. Çok sağ olun, teşekkür ederim. Rana Hanım buyur. Her defa bizimlesin. Çok sağ olun. Çox sağ olun. Çox sağ olun. Söz verdiyiniz Sağ olun, çok sağ olun, teşekkür ederim. Borcumuzdur hər dəfə burada olmaq, burada iştirak eləmək. Biz bu oğullara borcluyuq. İşimizlə, gücümüzlə, əməlimizlə. Bu valideynlərə borcluyuq. Salamlayıram hər bir kəsi, gələn qonaqları. Evinizə Allahdan rəhmət diləyəm, yeri cənnət olsun. Ağacanlarımız, günlərimiz Allah sizə rəhmət etsin. Allah əzizlərinizə sağ olun. Teşekkür ederim. Bana malumat verirler ki Aksakal. Şehidimiz var. Adamlar orada sakla. Bəli. Siz de buyurun. Hanım. Ülviye Hanım. Mən elə bir şeir deyəcəm. Çünki yetərim. Elə bir kuplet dinle. Daha görsen vaktimiz dardı. Vətən sənin hər qarış torpağına qurbanam. Üç rəngdə dalğalanan bayrağına qurbanam. Şəhid qanlı daşına, barıt qoxan çölünə, vətən sənin hər qarış torpağına qurbanam. Bax bugün bu oğullar vətənin hər qarış torpağına qurban getdilər. Çünki vətən torpağı anamızdan, atamızdan, övladımızdan bizə doğma və əzizdir. Bu ay zəfər ayıdır, yaşasın Azərbaycan, zəfərin mübarək deyək Azərbaycan. Çok sağ olun. Çünki bu oğlanlar zəfəri qaytardılar. Teşekkür ederim. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları. Bugünkü bu gururda, bu həvəsdə, bu xoşbaxtlıqda siz də iştirak ediniz. Bu bağlarımızın, bu gözəl bağlarımızın anım günündə, bu gözəl şəhidlər xiyabanında siz də burada iştirak ediniz. Hər birinizə təşəkkür edirəm. Allah Teala bundan sonra mənim duam budur. Həmişə duam budur ki, bu şəhid atalarının, şəhid analarının qalan bağlarını gözlərinə sürək eləsin, ya Rabbim və Resulallah. Allah Teala Azərbaycan xalqı xoşbaxt eləsin. Bir dəfələ burada tədbir aparan bir nəfər qonaq gəlmişdi bizə başqa rayon. Dedi Ağsaqqal, elə Şamaxıya dua edirsən. Deyirəm ay bacı. Azərbaycan deyəndə bütün rayonlar gedir onun içərisində. Allah Teala Şamaxı cəmaatını xoşbaxt eləsin. Allah hər birinizi xoşbaxt eləsin. Hörmətli cəmaat. Görün ki Şamaxı günə gözəlləşir. Şamaxı abadlaşır. Şamaxı inkişafdadır. Bütün dünya inkişafdadır. Hamısı prezidentin
Ali Başkomandan İlham Əleyh selamların sayesinde, bu bağlarımızın sayesinde, bu bağlarımızın olmasaydı bizim de Allah bilsin hardaydık. Kimiydik? Biz hiç kim değildik. Ona göre de biz bunların sayesinde gururlanırıq, yaşarıq, gururuk, yaradırıq. Görürsün ben prezidentim, bütün dünya prezidentlerinden başımıza Allah'a şükür. Neyin sayesinde? Bu bağlarımızın sayesinde. Allah Teala bunları cennetinde eləsin. Allah bunların kalan bağlarını xoşbaxt eləsin. Her birinize teşekkür ederim. Anar müəllim, yekunlaşdırıram, buyur. Buyurun abi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çok sağ olun, teşekkür ederim. Sağ olun, anar müəllimə söhbətim olmuşsa, anar müəllimə verəcəkdim mən. Sağ olun, hörmətli cəmaət. Bir şey də sizin xatirinizə nəzərinizə çatdırım. Sabah Rıza balamızın Göylər kəndində Xanbabanın evladının ad günüdür. Hər birinizi mən də oradayam. Mən başda olmaqla hər birinizi orada gözləyirəm inşallah. Buradan hamımız da verək, gedək Ağacan balamızın. Hə, ver. Allah rəhmət eylesin. Hamınız bir nəfər